Şöyle salamatçılıq. Hamınıza salamlayıram. Aleykümselam. Bu Arzuza nə xəstəliyin var? Mən xərçə xəstəliyimdə var. Ondan sonra şəkərim də çıxdı. Dünəndən yoxladı. Şəkər də çıxdı. 228 şəkər. Allah şəfa versin. Bu neçə ildir? Təzə olub, yox çoxdan çıxıb? Yox, təzə olubdu. Təzə tapmışam. İkisi də təzə baş verib. Necə? İkisi də təzə baş verib, yoxsa adamla? Mən dünən bildim şəkərimi. Mən bilmirdim. Şəkər olduğumu bilmirdim. Mən dünən Şəkəri yox, şəkəri bildim. Bu o birisi raq xəstəliyi neçə ildir sizdə? Xərçə xəstəliyində 1 ay olar, 2 ay olar mən bilmişəm. Onu da bilmirəm. Belə soyuşmaq pis çıxmasın. Hansı tərəfdə bu özün biruzə verib? Mən onu deyə bilməm axı kişi xilasan, qadınlıqdadır. Başa düşdüm. Mən özüm həkiməm, ona görə soruşdum. Allah kömək olsun. Allaha nə həkimisiz Sağ ol. bilmək olar? Can həkimi. Can həkimi. Gör nə deyirəm sizə. Bu malca eləyirsiniz, yoxsa Bəli, müalicələrin yarısı gəlibdir. Eləyirəm, bu gündən başlayacağam. Yarısı da qalıbdır elə. bu malca eləyən müddətdə sizə bu malcanı göstərən, xidmət edən həkim nə deyir? Bu sağalmaq üzrə gedir, yoxsa bu, yəni pisdir, yaxşıdır? O iki cür. Yox, yaxşıdır. Yox, yəni pis deyil, pisdə doğru getmir. Yəni irəliləyən zamanda dedim. Yəni prosta ana ola bilməyəcəm, üzr istəyirəm, təbii yollarda ana ola bilməyəcəm, amma suyunu mayalanma ilə ana ola biləcəm. O da il yarımdan sonra. Neçə yaşın var? Mən 34, 35-in içindəyəm. Allah ömür versin. İndi ana olmaq və Allahın işidir. Tək ki xəstəliyin də sağalsın. Yox, dedi, həkim dedi ki, bu müalicələr ayda bir dəfə getməliyəm həkimə, müalicədən sonra da. Ayda bir dəfə getməliyəm, baxmalıdır, nə var, nə yox. İnşallah müalicə qutarandan sonra da gedəcəm, görüm nə deyir. Amma pis xəbər deyil də, yəni ki, çox bəd deyil. Mesaj yerin bağla. Hə, burada səviyyəsizlər o qədər çoxdur ki, insanlar Bir həftə mən dedim ki, açmasa. hə, Onlar insanlar bir özünü anasına, bacısına qiymət qoymayanlar da elə danışır. düzdür. Yəni ki, nə bilim, insan evdə nə tərbiyə görürsə, o tərbiyə ilə də gedir. İnsanın gərək danışıq qabiliyyəti olar. Bəli. İstəyir qadın oldu, istəyir kişi oldu, fərq eləmir. Qadın qadınlığı güdüb saxlamalıdır. Kişi də ki, abrını, hayanı güdüb saxlamalıdır. Buna nə yazırsınızsa yazın. Bu da bədbəxt olan birisidir. Bunu anasına deyin, bu qıza yox. Onun bədbəxt eləyən öz anası olub. Kim olub Bəli. ki? Ana gərək Anan arxa abi çıxıb deyir. bulasına. Necə, mən anam yol süpürgəçizdir, yol süpürgəçi olanlar. Mən 13 yaşından, mən ortalıqda qalmış bir qızam. Burada pis-pis yazana, mən həyatımı bilmişsəm, mən hər sürfə dölüm milyonların qarşısında açam deyəm, ya TikTokda açam deyəm. Bu qızın həyatını mən bilirəm. Çəkmişəm. Mən 13 yaşından ortalıqda qalmış bir qızam. Hardaydı mənim valideynlərim? Hardaydı mənim dədəm? Üçüncü arvad alıb ikisini doğuzdurmuşsan. Hanı sən o bir uşaqları? Mən gətirmişəm, anamla barışdırmışam, mən də atmış bu çöllərə. Sən içən deyilsən, sən ondan Mahirdən 5 betər içənsən. Mahir kim deyə xanım? Mahir hələ uşaqdır. Mahirin gələcəyi qabaqdadır. Heç kim bilmir ki, səhərləri necə olacaq. Mahirin də adamı deyərlər ki, düşdü. O deyirlər gəlin yox, gəl düşdüyü yer gəlin olmalıdır. Mühit pis mühitdir. Mühitin içinə pis düşüb. Mahirin öz doğma atası ayağına zincir vurub saxlayırdı. Bəhrəm 30 manat verirdi, gətirirdi evə. Evdən də 2 gündə saxlayırdı. 2 gün ərzində Mahiri 9 yaşından arağa içib örgədib Bəhrəm. Hansılıqdan danışırsan? Sən heç kimə fikir vermə Arzu. Sən yəni ki, kim nə dedi, nə demədi, sən öz həyatını yaşa. Kimlər üçün yaşamırsan ki sən? Kimlərsə gətirir sənə yeməyini, içməyini, əynini, başını vermir ki, hə? Sən özün öz həyatını yaşa. Yəni kim nə dedi, demədi, ona fikir verib, tayca da özünün də canına da ziyandır, əsəbləşmək də ziyandır sənə.
Yəni elə Bilirəm, şey Allah qədər bu inanırsan ya Allah, mən də ayaq üstə qurumuşam. Hamı deyir yemək yemirsən, əsəbdən yemirəm. Dünən də elə belə Paftonidə evindən qaldığım yerdə xanım şəkəri var. Güclü şəkəri var da 400-dən, 500-dən gəzən şəkər var. O prosto şəkərini yoxladı. Mən dedim ki, bir də məndə yoxla, görüm şəkərim var. Şəkər çıxdı 228-ə. görsən insan nə üçün canlı xəstəliyin bilmir, həkimə gedəndə bilir ki, mən necəyəm. Yəni onun üçün də heç nəyə fikir verməsən. Kim nə dedi fikir vermə. Çox insan elə bil ki, bilirsən, belə deyək də, istəyir ki, sənin üstünə geçsin, sən nə isə qıcıq olasan, əsəb keçirdəsən. Hə? Onlara o xoşdur. Spesialne. Biri gəlsin desin ki, Arzu, mən sənin əlindən tuturam, qaldırıram, hə? Gəl məmsəyə arxa dururam. İstər qadın olsun, istər kişi olsun. O demək deyil ki, bir kişi bir qadına kömək edirsə, onunla onun arasında nə isə var. Xeyr. Yəni Allah rizası üçün. Allah xatirinə, hə? Kömək edənlər çoxdur. Amma bəzi insanlar birinə salam verib keçirsən, deyirlər görəsən bunun arasında bununla nə var ki, bu buna salam verdi. Bugünkü gündə ayrılırsan deyir Arzu ki, ərdə oturan deyil ha. Arzu ərdə oturan deyil ha. Nə bilsin mənim evimdə nə var nə yox. Mən bir gecə gündüz döyülsəm, döyülürdüm o birlərinin əlində. Sən bilirdin ki, mənim aləmdən nə söhbət gedirdi. Mən də canımı qurtarmaqdan tərə ayrılırdım da. Gəl kimsən balasının əlinin altında ölərdim mən. Xeyr, heç kim yaxşı günündən qaçmaz. Heç bir insan yaxşı günündən qaçmaz. Kim öz xoş gününə şıllaq atar. Kim kimi qınayır başına gəlsin. Başmaqçı olsun, bilsin. Nə bilmirəm valla, bilmirəm. Elə şeylərə fikir verməyin. Öz həyatını yaşa, öz xəstəliyindən güc topla, mübarizə apar. Yəni çalış ki, xəstəliyinə güc gələsən. Fikir vermə. Çox şeylərə fikir vermə. Sən ananın da qarşısına şərt qoy. Denən, əgər sinəni qabağa döyüb, mənə sahib çıxırsansa, mənə bir... Deyir bacı, deyir, saat çıxıram, deyir, Mahirə çıxmıram, deyir. Başla deyir, mən bundan nətər ayrım, nətər ayrımda adım çıxıbdır, yaxşı anasansa, onun da, o da başı daşdan daşa dəyib da sənin kimi, sənin talihin kimi onun da talihi olub. Çıx da, ona da sahib çıx, buna da. İkisinin də al qoltuğunun altına sahib çıx. Böyülük elə. Bu olub. İndi Arzu bundan da ayrılsa, deyəcəklər ki, getdi Mahirə, Mahirdən də ayrıldı. Arzu deyəcəklər, ərdə oturan deyil. Mən nağayım, bir çıxışırım, tam, və yaxşı, mən ayrılıb gəlsəm, o saat peysər sözü desələr, sizə ləzzət eləyir o söz. Mənə ləzzət eləmir, vallah mənə ləzzət eləmir. Xeyr. Tamamilə doğrudur. Siz valla bəlkə həzz alırsınız o söyüşlərdən, mən həzz almıram. Mən də deyirəm ki, ata, ana, nə oldu, o birisiləri qəbul elədiniz. Bilirsən də kimi deyirəm, mən üzük taxan, efirə çıxan, o da belaqanı. Sizin gözünüzün qabağında şunur da məni boğurdu, saçımı belə tuturdu. Heç bir dənə valideyn olub dillənmədiniz ki, dedi, əridir, dəymə. Onlar hər şeyi bilirsən nədən asıldı? Çünki atanın, ananın ağzının kəsəri yoxdur onun üçün. Baxır ki, yiyəsiz qızdır. Nə etsəm, Sabahçı günü ürəyəm qurban. Mahir mən şillə təpiyin altına salsa, düzünə salmır, çünki yiyəm yoxdur. Yiyəsi yoxdur onun üçün. Deyəcək yiyəsi yoxdur, başını da kəssə heç nə deməyəcəklər. Keçən səfər müəllim deyirdi ki, vay Arzunun başına ki, bir tükdən bir əsl olsa, anası dünyanı dağıdı. Öləndən sonra hay dağıt dünyanı. Hay bir şeydir. Qədrimi bilməyəndən sonra, öləndən sonra istəyir, özünü öldür, gidas. Nə xeyri var? İstəyir qəbrimi mərmərdən yox, qızıldan et. Nə fərqi var? O, məni istəyənlər də ağlayacaq. Allah bütün balaları qorusun. Mənim 2 dənə balam var. Biri əskərdir, qızım da ailəlidir. Özümün 37 yaşım var. Mənim, yəni, bugünkü gündə mənim, yəni, anam da qızımdır, bacım da qızımdır. Allaha min şükür, gözəl ailəsi var. Yenə də mən onun üstündə durmuşam. Yəni ki, atasının ağzının kəsəri var, atalıq eləyir. Yəni ki, bilirlər ki, o cürə onun atası var.
Hə, yəni ata olmadısa, ana olmadısa, ana başlı başına buraxdısa, nə desin eləyəcəklər? Düzdür anam, düzdür. Mən heç bir indi belə deyəndə hamı deyir pozğunsa. Mən həyatım 3 dəfə, 4 dəfə oynanıbdır. Hamı da bunu bilir. Mən qıraqda iş görməmişəm. Hamının milyonların qarşısında görmüşəm. Bu bir. Deyirlər yanlış seçim eləyirsən. Ay başına dönüm. Biri deyir sən sev. Allah belə, Quran belə, sənə belə yaşadacağım. Belə deyəcəm. Nə olsun 35 yaşım var. İnanıram da bu ailədə qurum nətər boşana bilim. Məni Mahir döysə də, söysə də, öldürsə də məsələsi. Şillə təpiyin altına salsa da mən boşana bilmərəm ki. Ya özümə qəsd edə bilərəm, özümü öldürə bilərəm. Ki millətin ağzında deməsin ki, bununla da ayrıldı. Düzdür. Arzu hardan bilsin ki, hə, mənim getdiyim ailə necə olacaq? Özüm mələk kimi göstərir, şeytan kimi həyatında rol oynayır. Mən bu dəqiqə, mən Allahın dostu, mən bu dəqiqə əziyyət çəkirimi bilmirsiniz. Mən içimi bilən yoxdur. Mən bu dəqiqə əziyyət çəkirəm. Başına gəlsin Arzu, kim qınayır başına gəlsin bacı. Bir dənə onu dinən məni qınayan başına gəlsin, başmaqçı olsun. Elə bilsən yaxşı gündəyəm, xoşbəxtəm. Mən xoşbəxt deyiləm, bu dəqiqədə xoşbəxt deyiləm. Hə, elin qınağına görə bilirik ki, oturmusan da Mahirdə. El qınamasın Bəli. deyə. Bəli. Nə bilim, bizim millət ümumiyyətlə, yəni ki, başa düşmürük qadınları. Özlərinin başına gəlsə, balalarının başına gəlsə, balalarından çəksələr, bilərlər. Salam, hər vaxtınız xeyir. Hər vaxtın xeyir olsun. Arzu xanım, mən sizin həyatınıza indi qulaq asıram. Yəni belə heç vaxt sizə qoşulmamışam da, nə də belə izləməmişəm. Amma elə indi təsadüfən qarşıma çıxdınız, qulaq asdım sizə. Mən sizə bir şey deyim. Bir qadın ki, xoşbəxt olduğu yerdə oturursa, valla, yəni əgər orada özünü xoşbəxt hiss eləmirsə və yaxud da narahatçılıq varsa, o xoşbəxtçilik yox, o belə deyim də, o ağrıya, acıya aparan yoldursa, valla mən elə bir yerdə oturmaram. Onu o deyər, bu nə deyər, deməyinlə həyat yaşayacaqsa, axırımız valla zillət olar. Tamamilə doğrudur. Mən Necə? Tamamilə doğru söylədiniz. Mən onun üçün deyirəm ki, kimlər üçün yaşamırsan sən? Yəni mən şəxsən mən öz ailəmi, bax birinci dəfə mənim Allah'a şükür 2 uşağım var. Ailəm də, yəni Allah hamının balasını saxlasın. Problem olubdu, ayrıldım. Düzeyində ailəm yanımdadır. Həmin yoldaşımdır, uşaqların atasıdır, yanımdadır. Amma ayrıldım, valla mənim ağlıma ikinci ailə keçmədi. Evladım da olmasa belə keçməz idi. Niyə? Mən çünki mən qərarımı ürəyimdə belə vermişdim. Mən kimisə görə mən həyat yaşamıram. Elə görə, obiyə görə mən həyatımı qurban verməliyəm ki, o nə deyər, bu nə deyər, həyatımı məhv eləyim. Axırda da o nə deyər, bu nə deyər, sənə həyat verməyəcək. Bax, bunda mən sənə deyirəm. Tamamilə doğru söyləyir. Yəni, mənim özüm bir ziyalı xanımam, belə deyim də, İstəmərəm ki, hansısa bir xanımımız göz yaşı töysün, əzab içində olsun. Prosto sizin özünüzdən 35 yaş, o bayaq deyirsiniz uşaq kimi apardım. Həqiqətən də özünüz uşaq kimi aparsınız. Mən şəxsən, bilsən, məni çox da qınayacaq burada. Mən kişilərə şəxsən etibar eləmirəm. Bacı, sizə bir söz deyim, sizin də səhifəniz ya Allahdır, mənim də. Bir söz deyim, bir qadın ki, özü işləyib, özü ayaq üstə durursa, əli çörəyə çatırsa, hə, öz balasını saxlayırsa, o qadına kişi nəyə lazımdır? Ay bacı, inanırsan, bax Quranımıza and olsun, mən 6 il ayrı qalmışam da yoldaşımla. 6 ildən sonra təzədən minnət, sünnət barışıq. 6 il müddətinə özüm işləmişəm, özüm öz ayağımın üstə durmuşam. Qurana and olsun, heç kim deyə bilməz ki, ya buradan, ya həyatdan biz buna bir manat dəstək olmuşuq. Elədir. Yəni qadın özü işləyib, özü ayaq üstə durursa, kişi neyinir ki? Kişinin nəyinə lazımdır? Allaha şükür, hə. Yəni belə deyək də,
İstər kişi qazansın, istər qadın qazansın, onun fərqi yoxdur. Qadın da Əlbəttə özü ki. əziyyəti çəkirsə, zülm çəkirsə, balasına sahib çıxırsa, balasını saxlayırsa, yəni onun hər bir şeyi balasıdır. Kişiyə Bilirsiniz, ay xanım, mən sizə bir söz deyim. İndi olub, bu həyatı bu xanım yaşadı, amma arzuda çox səhvliklər oldu. Düzdür, biz qınayırıq bəzən, amma niyə qınayıram mən arzunu? Mən arzunu bilirsiniz hara kimi qınamırdım. O xəstəliyi olan vaxta qədər deyirdim xanımdır, tək qalmaq istəmir belə elə. Əgər bu insanın həqiqətən də bu insanda narahatçılıq varsa, bu insanın canında həqiqi o problem varsa, insana ilk növbə nə lazımdır? Onun canı sağlam olmaq lazımdır. Rahat həyatla. O gərək ailə qurmaz. Temboldə bilirsiniz, yaş uyğunsuzluqlar var bunlarda. Arzunun neçə yaşı? O əskəriyə getməmiş bir uşaq deyərdim da mən. Uşaq arzu da ki, belə deyim də, həyatda o təcrübəli olan bir xanım, qadın. Yəni onunla onunki alınmaz idi. Prosto deyir dözürəm, beləyəm, eləyəm. Niyə dözməliyəm ki? Niyə mən özüm ola bilməzmi ki, ağlımı başıma toplayam, özüm üçün bir iş işləyəm, öz ayağımın üstündə duram. Əri seçmək nəsə işi seçəm. Arzu onda səhv etdi ki, Arzunun başı daşdan daşa dəymişdi da. Bu çətinlikləri görmüşdü, əzab-əziyyəti görmüşdü, Arzu gərək özünə söz verirdi ki, yəni mən həyatıma heç kimi, yəni bir yaş dövrü var. Yaş dövrü keçdisə, gedib işləyib, yəni özü öz ayağı üstündə duran. Arzu da istəyib ki, arxasında güclü bir kişi olsun. Vallahi indi Arzu xanımı bax mən sizə bir şey deyim də xanım. Arzu xanımın seçdiyi oğlan həyatında güclü bir kişidir. Hə? Bazen Zar müəllimi söz olmasın. Şalvar ala bilməyən əyninə adamdır. O necə Arzunun arxasında dayanacaq da? Gəlin səmimi danışaq. Əskər getməyib ki, oğlan? Yox. O Arzu xanımın arxasında necə dayanacaqdı? Bax səmimi deyək də. Arzu xanım, gərək, baxın mən sizə bir şey deyirəm. Qəşəng görünüşlü bir xanımsınız. Siz Bakıda yaşayırsınız, rayonda qalmırsınız da. İndi burada yaşayacağınız yer var. Sizə uyğun bir iş tapılmadı mı ki? Heç olmasa rahat gedib aya bir 400-500 manat pul alıb özünü saxlayasan. Yox, tapılır, nə tapılmır, ay ürəyim qurban, tapılır. Prosto ATV ilə alınmır da. Məsəl üçün mən saat 5-in yarısı çıxmam, o da məsəl üçün deyir ki 7-də çıx. Alınmır. ATV-yə çıxma, nə məcburdur, çıxma, Sənə ATV verirmi? ATV-yə niyə gedirsən? ATV sənə bir dəqiqə icazə verin bacı. ATV Arzu xanım sizə maaş ayırır. Aylıq deyir, gəl burada otur sizə maaş verəcəm. Yox, maaş vermir, yox. Ay sağ ol. Mənə bax ATV-də mənim xeyrim yoxdursa, siz belə pis çıxmasın. ATV-yə çıxmaqla sizin həyatınız məhv oldu. Deyim niyə? Xətrinizə dəyməsin. Arzu xanım, mən bunu bir xanım kimisi deyirəm və xanım olaraq da sizi başa düşürəm. Niyə məhv oldu? Mənim həyatımı bir belə millət bilməməli idi ki, mənə də ağzına gələni nəsə deyə. Mən də ona görə sizə demək istəyirəm ki, yəni o həm vaxtınızı aldı, həm əsəblərinizi körladı, həm həyatınız məhv oldu. Səmimi demirəm, ay yuxarıdakı xanım. Düzdür, tamamilə doğrudur. Yəni mən sizə bax bir xanım kimi deyirəm, normal bir iş sahibi olun siz. ATV sizə nə edir ki? ATV sizə maaş kəsmir. Mən bax yenə də deyirəm, bax Quran haqqı istəyərəm xoşbəxt olasınız. Kim istəyər ki, hansısa bir qadın bəy, hamının balası var, mənim balalarım var. Mənim balalarım var. Mən heç kimə xoşbəxtlik, nə bilim, pis şeylər arzulamıram. Mənim evladlarım var ən azından. Amma bacı, vallahi billahi bununla axırın yoxdur sənə. Arzu xanım, indi bilirəm ki, Mahir əskər getməyib. Səhərləri o əskər gedəndə sən nə edəsən onda? Yox, uşaq. Mənim oğlum az qaldı. Mənim oğlum 2 ildən sonra əskəriyə gedir. Mənim oğlum əskərdir, Özümün də yergəsi 37 yaşım var. Allah bütün balalarım. Allah, nə gözəl. Amin. Yəni ki, oturub mən oğul yolu gözləyirəm ki, mənim o arxamdır, dayağımdır. Allah bütün balaları saxlasın, Yəni inşallah Allahın izi ilə, Allahın köməyi ilə oğlum gələcək, oğlum işləyəcək, bir ailə sahibi olacaq. Düzdür, Arzu, səni də başa düşürəm, səni də qınamıram. Ən azından o ATV-nin başını burax, get özünə uyğun. Mən sənin yerinə olsaydım, Allaha and olsun, buraxardım kişinin başına, iş tapı. Mən qızımı Arzu,
Mən 16 yaşımda ailə qurmuşam. 16 yaşımı gedəndən sonra məni oxutdu Qayratam gel. Oxutdular, qəşəng diplom verdilər əlimə. İndi də qəşəng bir dövlət səviyyəli bir işdə işləyirəm. Aya da belə qəşəng də pul alıram. Mən sənə bir şey deyim. 2 evladım, qızımı köçürtmüşəm. Oğlum da 2 il əsgər gedəcək. Allah hamının balasını xoşbəxt eləsin. Mən gedə bilməz idim ərə. Vallahi belə səsim ola bilər ki, bu çıxar. Qəşəng də özümə baxan bir xanımam. İstəmədim ərə. Bacı havayı şeydir. Sən ürəyim qurban. Sən tez evlənsəydin ay Arzu, 16 yaşında evlənsəydin, sənin mahir boyda uşağın olardı. Sən bacı səhv seçim eləmisən. Yəqin ki, Arzu bəlkə yaşın bilməyib oğlanı. Ha, yox, Arzu uşaq deyil ki, yaşın bilməyən. Niyə bilmir ki? Neysə, yəni Allah Arzu sənə səbir versin. Allah özü böyükdür. Sənə kömək olsun. Amin. Bir də Allahdan kömək istə. Girmisən də, bu batarlığa girmisən. Allaha şükür, gözəl göçək xanımsan. Yəni ki, baxımlı bir qadınsan. Bizə demək asandır. Yəni heç kimin için bilmir, heç kim heç kimin həyatını bilmir.